Sabah ölkə ərazisində soyuq hava kütləsinin təsiri güclənəcək. Xüsusilə gecə və səhər saatlarında bir çox bölgədə şaxta, buzlanma və temperaturun mənfi həddə enməsi gözlənilir. Aşağıda rayonlar üzrə şaxtanın dərəcəsi və xarakteri təqdim edilir. Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur. Bu bölgədə hava əsasən quru və soyuq olacaq. Gecə saatlarında temperatur kəskin enəcək. Şaxta -4, -9 dərəcə. Dağlıq ərazilərdə şaxta daha sərt hiss olunacaq. Qarabağ bölgəsi və Daşkəsən Gədəbəy zonası, Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, Daşkəsən, Gədəbəy, Göygül. Gecə və səhər saatlarında qar örtüyü və rütubət şaxtanın təsirini artıracaq. Şaxta -2, -7 dərəcə. Dağ yollarında buz bağlaması ehtimalı yüksəkdir. Şərqi Zəngəzur iqtisadi rayonu, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan. Bu ərazilərdə soyuq hava daha çox dağlıq zonalarda hiss olunacaq. Şaxta -3, -8 dərəcə. Kəlbəcər və Laçın ərazisində şaxta daha uzun müddətli olacaq. Gəncə Qazax bölgəsi, lokal şaxta, Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalan. Əsasən mülayim keçsə də, açıq və küləksiz ərazilərdə temperatur mənfiyə enə bilər. Şaxta -0, -1 dərəcə ayrı-ayrı yerlərdə. Kənd təsərrüfatı sahələri üçün risk mövcuddur. Şimal və şimal-qərb rayonları, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar. Bu zonada dağlıq relyef səbəbindən şaxta geniş yayılacaq. Dağlarda -3, -8 dərəcə şaxta. Düzənliklərdə -0, -1 dərəcə şaxta. Gecə və səhər yollarda buzlanma riski yüksəkdir. Aran rayonları, zəif şaxta. Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala. Əsasən mülayim hava gözlənilsə də, açıq sahələrdə qısa müddətli şaxta mümkündür. Şaxta -0, -1 dərəcə lokal. Cənub bölgəsi, Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Cəliləbad. Bu bölgədə şaxta riski aşağıdır. Düzənliklərdə şaxta gözlənilmir. Dağlarda temperatur 0 dərəcə ətrafında olacaq. Ümumi xəbərdarlıq. Gecə və səhər saatlarında buzlanma, dağ yollarında sürüşmə riski, fermerlər üçün şaxta zərər ehtimalı. Soyuq hava ilə bağlı yenilikləri izləyin və ehtiyatlı olun.